Sinif yoldaşlarım məktəbə gedəndə mən pəncərədən onlara baxırdım. Mən onda artıq evlənməyə qərar vermişdim. 12 yaşımda atam məni nikaha bağlayırdı. Ondan sonra ailə həyatı quracaqdım. Yəni, yaxşı ki, Lalə xanım gəldi, çəkiliş elədi bizdə, sağ olsun. Atam məni məcbur elədi. Oğlan tərəf imkanı deyə atam məni ona nişanladı. Oğlan da məndən 18-19 yaş məndən böyük idi. Nişandan da sonra dayıcanda toyumuz olacaqdı, yaxşı ki olmadı. Atama nə qədər yox dedim, amma atam yenə hə dedi. Məktəbə gedirdim, gəlirdim, eləyirdim, amma nişandan sonra bir iki dəfə getmədim. Ailə qalandan sonra məktəbə getməyəcəkdim. Yəni ailə deyəcəkdi getmə, mən də getməyəcəkdim. Yəni atam necə məni nişanladığı kimi daha doğrusu. Sinif yoldaşlarım məktəbə gedəndə mən pəncərədən onlara baxırdım. Mən onda artıq evlənməyə qərar vermişdim. Atam qərar vermişdi sadəcə. Lalə xanım çəkiliş eləməsəydi, indi bu işlər çox çətin olmuşdu. Yəni çox sağ olsun ki, çəkiliş elədi, məni də qurtardı. Çox əsəblərim çox pozuldu. Peşə sahibi olmaq istəyirəm. Oxuyacam da, gücüm çatan oxuyacam. Versəm verəcəm, verəməsəm peşə sahibi olacam. Mən 12 yaşımda başa düşmürdüm karə nə deməkdir. Amma indi başa düşürəm. Az da olsa yəni başa düşürəm. Mən yaşda olan qızlara demək istəyirəm ki, oxusunlar, peşə sahibi olsunlar, institutda qəbul olsunlar. Nişanlama məcbur eləyəndə də polisə zəng eləsinlər. Belə şeylər eləsinlər ki, onlardan canını qutarsınlar.